Dadlı türk paklavası hazırlamaq üçün 2 ədəd yumurta, 1 stəkandan 2 barmaq əksik süd, yarım stəkan duru yağ, 1 paket vanil, 1 paket qabartma tozu əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri 24-25 hissəyə ayırırıq. Kündələri boşqab boyda yayırıq və aralarına bol nişasta səpib üst-üstə yığırıq. Bu qaydada kündələri 4-4-5-5 yayırıq. Sonra arasındakı nişastanı sirkələyərək listə üst-üstə yığırıq. Bu qayda ilə 12 kündəni açaraq listə yerləşdiririk. Bir boşqab dolu içliyi üzərinə səririk. Bu içlik qoz və yaxud fındıq ola bilər. İkisinin qarışığından da istifadə etmək olar. Eyni qayda ilə qalan kündələri də yayaraq qozun üzərindən listə yerləşdiririk. Şərbətini hazırlamaq üçün 4 stəkan, şəkər üçün 3 stəkan yarım su götürərək qaynadırıq. Çox şirin şərbətli xoşlamayanlar 3 stəkan pesokla da şərbəti hazırlaya bilərlər. Şərbət qaynadıqdan sonra 3 dilim limonu da içərisinə atırıq. Paxlavanı iti kəsən bıçaqla istədiyimiz formada doğrayırıq. Doğradıqdan sonra 250-300 qram ərinmiş yağı üzərinə gəzdiririk. Sonra 180 dərəcə qızdırılmış sobada üzəri qızaranacan bişiririk. Bişdikdən sonra üzərinə şərbəti gəzdiririk. Zövqə görə paxlavanın üzərini istədiyiniz rəng kakosla bəzəyə bilərsiniz.